Ha, həqiqətən zaman necə dəyişir qardaş. İnsan da bu qədər pul düşkünü olar. Qardaşım, dəyişən zamana deyil, insanlar. Zamanı həmin zamanadır. Sadəcə insanlar qəddarır. Nə olub, yenə deyilirsiniz. İnsanların dərdi sizə qalır. İndi pula görə qardaş qardaşa xəyanət edir. Başa düşmədim Nuru. Demək istəyirsən sən yaxşı pul versə satarsan bizi. Verdikləri pula baxır qardaşım. Gör sən etməzsən. Səni tanımasan deyərəm ki, peyğəmbər nəvəsisən. Mənim sana satdın. Başın açıb alırsan sən. Üzümə xoş baxmışam. Ay yaxşı, söhbət tutarım. Bu ki söhbətlər var, kim başladı? Vəbşi mən gedirəm. İşlərim var. Sonra görüşərik. Vallahi heç yaxşı olmadı. Amma qardaşım gəl düzünü deyək də. Burada məndə səhv görürsən. Sonra gəl bu söhbəti bağlayaq. Roma burada yoxdur. Arxasından danışmaq da düzgün deyil də. Qardaşım, belə baxanda sən fikrini bildirmisən. Amma Roma reaksiyasını görəndən sonra gələ özü yola verər. İndi məni səhv çıxardırsınız bu söhbətdə. Belə də ki, Roma başladı, mən də cavabını verim. Qardaşım elə deyil də. Gərək biriniz o olanda, biriniz də su olasın. İsmail düz deyir. Sabah üz-üzə gələndə gələ utanmayasın. Dalaşanda barışmağa da yer qoyasın. Belə də ki, səndə də səhv var da. Hə, yaxşı. İndi mənəm sən. Roma ilə sənin keçmişinizi, birgə etdiyiniz səhvləri bir-bir yadına sal. Onda mən də axtararsınız. İndi köhnə səhvələri qurtarmağın nə mənası var? Belə də ki, biz o kitab çoxdan bağlanmış. Bu nə söhbət göz deyirsiniz? Sən ürəyim sıxıldı. Mən gedirəm. Başqa vaxt görüşərik. Ha, ala bunun minnətinə bax. Onun səhvini gözünə soxan kimi durub getdi. Həqiqə yaxşı, söhbət uzatma. Roma, nə olub? Bir saat yanımdasan, amma sən üzümə belə baxmırsan. Yox, heç nə olmayıb. Sadəcə uşaqlarla biraz atışdıq, onun əsəbi yox. Başa düşmədim, mənə çağırmışsan ki, bütün əsəbini mənə töküb, mənim də qanımı qaraldasan. Gəldiyinə bu qədər peşmansansa, gedə bilərsin. Bağışda bir qədər yordum səni. Onda normal söhbət eləməyi bacaranda görüşərik. Salam qırqımış bir dənə siqaretin olur. Və düzdür. Roma. Sən düşünürdün ki, ölkəni tərk etməklə mənim əlimdən qaça biləcəksən? Sənə bu qədər etdiyim yaxşılıqdan sonra düşündün, pulları vaxtımda qaytarmalısın. Sənin isə cavabın budur. Balıqlarımı istər. Mən o pulu iş qurmaq üçün götürmüşdüm. Yaşantı planlarım var idi. Fikirləşirdim ki, işqat edib, sizə olan borcumu da qaytararam. Amma işlər fikirləşdiyim kimi getmədi. Əlimdə olanı da batırdım. Bundan mənə nə? Bununla batırırsan! Yoxum gör! Verə bilmirəm, bunu öldür! Dayan. Bırak onu geçsin. Hər dəfə dostları ilə qırışıb, bütün hirsin məndən çıxır. Mən sənə hər dəfə deyirəm, amma qulaq asmırsan. O səni sevmir, sadəcə vaxtını keçirir. Yox, o məni sevir. Mən bunu istəyirəm və görürəm. Amma niyə həmişə hirsin məndən çıxır, anlaya bilmirəm. Çünki dostlarımız səndən daha üstündür. Elə ona görə də onlarla söhbətini bitirməyib, əsəbini sənin üstünə tökür. Yox, düz demirsən. Mənə elə gəlir ki, dostlarından daha üstün tutur məni. Bax, görsən, özün belə əmin deyilsən. Əmin olmaq istəyirsənsə, bunu yoxlamağın bir yolu var. Necə? Qarşısına seçim qoy. Ya sən, ya da dostları. Səncə biz eləyirik. Nə edirsən? Qorxuram bizim münasibətimizi jalə bilər. Narahat olma. Olsa mənim fikrim ondan ayrılmaqdır. Çünki mən onu yox, səni sevirəm. Bizim münasibətdən mən artıq yorulmuşam. Mən də öz aləmi olsun istəyirəm.
İsmail, geç maşını Azərin xanım sənə söhbət eləmək istəyir. Səni görməyə nasıl adam İsmail? Məsələyə keç. Düşünmürəm ki, məni boş yerə görmək istəyirsən. Mənim ən yaxşı adamlarımdan biri sən olmusan. Ona görə düşünürəm, bu işi ancaq sən yaxşı bacaracaqsan. Mən qaranlıq şəhərdən çoxdan uzaqlaşmışam və qayıtmaq fikrindəyim. Başa düşmədim. Jalə, sən burada nə edirsən? Bu idi sənin sevgi? Heç də sən işinin kim deyil. Sən kəs səsini. Mən səni özümü bacı bilirdim. Buna görə bizi ayırmaq istəyirdin, sevginizi rahat yaşamaq üçün. Əzizim, bir dəqiqə mənə açıqlamaq icazə ver. Nəyi açıqlayacaqsan, nəyi? Mən əslində səndən barışmaq üçün Patriqavı çağırmışdım. Belə? Bugündən sonra mən sizin üçün yoxam. Artıq sevginizi rahat yaşaya bilərsiniz. Bəli, buyur qardaş. Nə lazımdır? Sən kimsən? Sağ qalmaq istəyirsənsə, biz deyən yerə sür. Mən neyləmişəm ki, siz məni kimə səhv salasınız? Sən deyirlə sür, pedala sür! Məni niyə bura gətirmisiniz? Məndən nə istəyirsiniz? Qorxma Nurlan. Sən öldürmək fikrində deyiləm. Zalə haqda deyəcək sözlərim var sənə. Sənin hələ də Zalənin sevdiyini bilirəm. Və öz dostuna görə sevgindən imtina etməyini də bilirəm. Amma Roma neynədi? Həmən o qızdan istifadə edərək qızın rəfiqəsi ilə xəyanət elədi ona. Mən Jaləni sevmirəm. Ona görə adını eşidən kimi gözlərində olub. Mən inanıram ki, sən bunu belə qoymarsın. Roma. Neyi deyirsən? Allah rəhmət eylesin. Ölənlərinizə rəhmət. İnanmazdım ki, Roma'nın Nurunun söhbəti bu həddə gəlib çatar. Əslində niyə elədiyini bilirəm. Pula görə. Romanı öldürmə təklifini mənə də eləmişdilər. Yüzünün fikri dəyişə bilər. Nə işdə o elə? Bir nəfəri aradan qaldırmaq lazımdır. Kimi? Tanıdığın birisi. Əvvəldən bu işləri birgə görmüsünüz. Başa düşmədim. Siz məndən roman öldürməyimi istəyirsiniz? Mən bunu eləyə bilmərəm. Dayan. Tutulmusu qılıb. Lazımın ol. Amma dostluğumuzu satmadım. Düz deyirsən. Nuru onsuz orada demişdi ki, yaxşı pul versələr, dostluğumuzu sataram. Bu məsələyi burada qoymayacağım. Onsuz polisiyə də xəbər vermişəm. Yaxşı, mən getdim. Calə, dur gedək. Ölənlə ölmək olmur. Burax məni İsmail. Tək qalmaq istəyirəm. Calə, bilirəm çətindir. Amma bunu bil ki, mən hər zaman sənin yanındayım. Və səni heç vaxt tək buraxmayacağım. Gəl gedək. Gördünüz də İsmail'in insan Hadi heç düz eləmədi. Salam aleyküm. Nə oldu? Mənə görən kimi niyə dayandınız? heç nə. Deyim də. Yo, yo. Gəlmədi, yandı. Hə deyən necə bilmir. Qoy deyim 90 Başa düşmədim. Heç nə də Rom öləndən sonra İsmail hər gün qızla bir yerdədir. Güya qıza sahib çıxmaq istəyir.
Bu həyat mənim ömrümə qənim oldu. Dostum dediyim düşmənim oldu. Elə əvvəldən səhv mənim oldu. Bu həyat mənim ömrümə qənim oldu. Dostum dediyim düşmənim oldu. Elə əvvəldən səhv mənim oldu. Keçər dedim bu ağrılar, acılar. Yaşadım, gördüm daha çox acı var. Nə biləydim gözlədim günəşi. Qaranlıq kölgəyə möhtac olar. Kimalardasan? Yaşadım, gördüm daha çox. Deyirəm bəlkə bugün Romanı ziyarət edək. Yaxşı. Mən onda bir saat oradayam, sən də gələrsən. Ömrümə qənim oldu. Dostum dediyim düşmənim oldu. Elə əvvəldən səhv mənim oldu. Bu həyat mənim ömrümə qənim oldu. Dostum dediyim düşmənim oldu. Elə əvvəldən səhv mənim oldu. Əlini tək ala. Başa düşmədim. Ne başa düşmədin? Nurlan, neynirsən sən? Silahı yığışdır o tərəfə. İzahla görüm neynəmişəm. Roman ölümün gözləyirdin. Başqa qız yox idi mənim. Sən bilirdin axı Jalə mənim üçün nə qədər dəyərlidir. Sən bizim dostluğumuza necə qıya bilərsən? O bir qıza görə deyək. Axı biz uşaqlıqdan bir yerdə böyümüşük. Bütün çətinlikləri birgə aşmışıq. Sən necə bacardın, mən də elə. Silahı yığışdır o tərəfə. Ölü bitim olmasın. Onsuz mən bu həyatda sevdiklərimi itirəcəm. Ola bilər ki, sevdiklərini itirmisən. Amma o demək deyil ki, məni vurasan. Axı onlara səbəb mən olmamışam. Amma indi səbəbi sənsən. Hər şey sən düşündüyün kimi deyil. Jale ilə biz sadəcə dostduq. Hala dostluqdan səni çox danışma. Gördüm sən necə dost olduğunu. Əlini qana bulama. Onsuz bu məsələyə görə mən əlimi çoxdan qana bulamışam. Onda sən sözlərlə çıxır ki, Roman da sən vurmuşsan? Can qardaşım, yəni mən də səndən söhbət etmək istəyirdim. Mən sənə onunla söhbət eləməyə gəlmişəm. Nurlan, neyirsən? Roma, İsmail. Roma. Roma. Kardeşim kim dedi sana? Roma. Yemin etmeyəsən. Jale bu məsələyi bilsə, inan çox pis olacaq. Ona görə də silahı yığışdıraq. Jalə bunu heç vaxt bilməyəcək. Daha polis məni axtarmayacaq. Onsuz ölmüş adamları heç kim axtarmır.